Salam dəyərli müəllimlər və əziz şagirdlər. Bu günlərin biz MHŞ Mega Giriş kitabından üstü və loqaritmik funksiyalardan bir neçə sualın izahına baxacağıq. Birinci sualdan başlayaq. Funksiyalardan hansı artandır? Variantlara baxırıq. Hamısı y bərabərdir a üstü x üstü funksiyasına uyğun verilibdir. Biz də bilirik ki, y bərabər a üstü x üstü funksiyasında əsas birdən böyük olduqda funksiya artan, əsas 0 ilə 1-in arasında yerləşdikdə isə funksiya azalandır. Baxaq, hər bir variantı araşdıraq. A variantında kök altında 5 çıxaq 2 verilib əsasda. Kök altında 5-dən təxminən 2 tam nə qədərsə çıxar. Bundan da 2-ni çıxanda 0 tam nə qədər eləyər. Yəni, əsas 0 ilə 1-in arasında yerləşər. Ona görə də bu funksiya azalandı. B variantında da azalandı. Çünki 3də 1, 0 ilə 1 arasında yerləşən bir ədəddir. C variantı artan funksiyadır. Kök altı 5-dən 2 tam nələrsə çıxacaq, üstü də x olacaq. Yəni, funksiyamız y bərabərdir. 2 tam neçəsə üstü x şəklindədir. Əsası 1-dən böyükdür, ona görə də artandır. D variantında pi təxminən 3 tam %14-ə bərabərdir. 3-ü 3 tam %14-ə böləndə 0 tam neçəsə edəcək. Yəni, 0 ilə 1 arasında yerləşən bir ədəd olacaq. Ona görə bu da azalandı. Eyni qayda ilə Y variantında yoxlasaq, kök altı 5-dən 2 tam nə qədərsə çıxacaq. 1-i 2 tam nə qədərsə böləndə 0 tam neçələrsə edəcək. Bu da olacaq azalan funksiya. İkinci sualımız. Loqaritma 3 əsasdan 2 bərabərdir m olarsa, loqaritma 3 əsasdan 432-ni tapın. Loqaritma 3 əsasdan 432-nin əvəzinə biz loqaritma 3 əsasdan 16 üstə gəl loqaritma 3 əsasdan 27 yaza bilərik. 16-nı 27-yə vuranda 42 eləyəcək. Daha sonra loqaritma 3 əsasdan 16-nın əvəzinə 2 üstü 4 üstə gəl loqaritma 3 əsasdan 27-nin əvəzinə 3 üstü 3 yazaq. 4-ü qarşıya keçirsək, loqaritmik ifadələrin xassələrinə görə 4 vurulsun loqaritma 3 əsasdan 2, üstə gələk 3 vurulsun loqaritma 3 əsasdan 3. Loqaritma 3 əsasdan 2 m verilibdir. 4 vuraq m, üstə gəl. Loqaritma 3 əsasdan 3 1-ə bərabərdir. 3-ə də vurduqda cavab olacaq 4m topla 3. Yəni A variantı. Üçüncü sual. Loqaritma 5 əsasdan 100 çıxaq loqaritma kök altında 5 əsasdan 2 ifadəsini hesablayın. Loqaritma 5 əsasdan 100-ü olduğu kimi saxlayaq. Çıxaq loqaritma əsasdakı kök altında 5-i 5 üstü 2-də 1 kimi göstərək. 5 üstü 2-də 1 əsasdan 2 bərabərdir. Loqaritma 5 əsasdan 100 çıxılsın. Bilirik ki, buradakı 2-də 1 tərsi ilə qarşıya keçəcək. Yəni, 2 vurulsun. Loqaritma 5 əsasdan 2. 2-ni qaldırsaq 2-nin qüvvətinə olacaq loqaritma 5 əsasdan 100. Çıxaq loqaritma 5 əsasdan 2-nin kvadratı, yəni 4. Əsaslar eynidir, arada çıxma əməli var. Ona görə biz bunu bölməklə əvəz eləyə bilərik. Loqaritma 5 əsasdan 100 bölək 4 və yaxud da kəsrlə yazmaq olar. 100 bölək 4 bərabərdir. Loqaritma 5 əsasdan 25, yəni loqaritma 5 əsasdan 5-in kvadratı. Kvadratı qarşıya keçirsək, 2 loqaritma 5-dən 5, bu da olacaq 2. Doğru cavabımız C variantı. 4. Y bərabərdir 6-nın üstündə kosinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bilirik ki, kosinus x özün aldığı qiymətlər -1 parçasıdır. Deməli, biz y-in aldığı qiymətləri tapmaqdan ötürü bir dəfə 6-nın qüvvətinə -1, bir dəfə də müsbət 1 yazmalıyıq. Yəni, y funksiyasının qiymətlər oblastı 6 üstü -1-dən 6 üstü 1-ə qədərdir. Bu da nə deməkdir? 6 üstü -1, 6-da 1, 6 üstü 1 də elə 6. Deməli, qiymətlər çoxluğumuz 6-da 1-dən 6-ya qədər A variantı. 5-ci sual.
A bərabərdir 3 üstü 200. B bərabərdir 2 üstü 300. C bərabərdir 6 üstü 100. Ədədlərini müqayisə edin. Üstlü ifadələri və yaxud da üstlü ədədləri müqayisə etməkdən ötürü iki yol var. Ya biz bunların əsaslarını eyniləşdirməliyik, ya da qüvvətlərini. Bizim misalımızda yəqin ki görürsünüz, əsasları eyniləşdirmək əslində olar, amma biraz uzun proses olar. Ən yaxşısı üstlərini eyniləşdirməkdir. A bərabərdir 3 üstü 200-ün əvəzinə biz yaza bilərik belə. 3-ün kvadratının üstü 100. B-də 2-nin kubunun üstü 100. C isə olduğu kimi qalır 6 üstü 100. A ədədi olur 9 üstü 100. B 8 üstü 100. C də 6 üstü 100. Biz də bilirik ki y bərabərdir a üstü x ifadəsində və yaxud da y yazmasaq, elə a üstü x ifadəsində əgər əsas birdən böyükdürsə, üst böyüdükcə ifadənin qiyməti böyüyür və yaxud da əgər üstlər eynidirsə, hansının əsası daha böyükdürsə, o böyük hesab olunur. Amma əsas 0 ilə 1-in arasında yerləşdikdə tərsinə olur. İndi əsaslar hamısı birdən böyükdür. Deməli, hansının əsası böyükdürsə, qüvvətlər də eynidir. Hansının əsası böyüksə, o daha böyük olacaq. A böyükdür B-dən, B də böyükdür C-dən. Doğru cavabımız B variantı. 6-cı sual. Y bərabərdir 5 üstündə kök altında x üstə gəl 5 üstündə mənfi kök altında x funksiyasının təyin oblastını tapın. Təyin oblast x-in aldığı qiymətlərdir. Demək ki, təyin oblast x-in aldığı qiymətlərdir. Baxırıq ki, x harada yerləşir? Həm qüvvətdədir, həm də kökün altındadır və kökün də dərəcəsi cütdür. Kökün altındadırsa, dərəcə cütdürsə, mütləq ki, kök altı ifadə sıfırdan böyük bərabər olmalıdır. Birinci qüvvətə baxsaq, kök altında x, burada x böyük bərabər olmalıdır sıfırdan. İkinci qüvvətə baxsaq, kök altında mənfi x-dır. Mənfi x böyük bərabər sıfırdan, x kiçik bərabər sıfırdan. Deməli, x ödəməlidir həm sıfırdan böyükləri, həm də sıfırdan kiçikləri, eləcə də sıfır daxil olmaqla. Amma biz baxırıq ki, bizə ortaq həll lazımdır. Hər ikisini ödəyən ortaq həll yalnız sıfırdır. Ona görə də cavabımız olur D variantı. 7. Y bərabərdir 6 üstü x üstəgənsin 8 funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi tapın. Y bərabərdir a üstü x funksiyasının qiymətlər oblastı sıfırdan müsbət sonsuzluğadır. Bilirik ki, sıfır daxil deyil. Demək ki, 6 üstü x funksiyasının aldığı qiymətlər sıfırdan müsbət sonsuzluqdur. Üzərinə də 8 gəlsək, olacaq 8-dən müsbət sonsuzluğa. Daxil olan ən kiçik tam ədədimiz də 9. 8-ci sual. Y bərabərdir 3 üstündə x kvadratı üstəgənsin 4 funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi tapın. Qüvvətinə baxırıq. Qüvvətdə x kvadratı verilmişdir. X kvadratının aldığı qiymətlər sıfırdan müsbət sonsuzluğadır. Əgər 3 üstü 0 olsa, ən kiçik 0 ala bilər kvadrat. 3 üstü 0 olsa, bu 1-ə bərabər olacaq. 1 topla 4, 5 alınacaq. Deməli, ifadənin ən kiçik qiyməti 5 də daxil olmaqla 5 olacaq. Və 5-dən müsbət sonsuzluğa. Bizə də deyir ki, elə ən kiçiyini tapın. Ən kiçiyi də 5, A variantı. 9. Y bərabərdir 3 üstündə 2-də 1 x, yox, 2-də 1 sinus 6 x. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən böyük ədədi tapın. Bu deyəsən mənfi 2-də 1 x-dır. Qiymətlər çoxluğunu istədiyinə görə yenə də biz sinus x-la işləyirik. Sinus 6 x-in aldığı qiymətlər mənfi 1. 1 parçasıdır. Bir dəfə mənfi 1 qoyuruq. Mənfi 1 qoysaq sinus 6 x-in yerinə
O zaman alacağıq y bərabərdir 3 üstü 2-də 1. Müsbət 1 qoyanda y bərabər olur 3-ün üstündə -2-də 1. Deməli, funksiyamızın köklə də əvəz eləsək, bu olacaq kök altında 3, bu da olacaq, deməli, 1 bölünsün kök altında 3. Deməli, funksiyamızın qiymətlər çoxluğu 1 bölək kök altında 3-dən kök 3-ə qədərdir. Hər ikisi də daxil olmaqla ən böyüyü deyil tapın. Ən böyüyü də kök altında 3-dür. Ona görə cavabımız Y variantı. 10. Y bərabərdir 5 üstündə kök altında 1 çıxaq x funksiyasının ən kiçik qiymətini tapın. Əvvəla kökün altında 1 çıxaq x var qüvvətdə. Burada 1 çıxılsın x böyük bərabər olmalıdır 0-dan. Mənfi x böyük bərabər olmalıdır mənfi 1-dən. X kiçik bərabər olmalıdır 1-dən. Yəni x-in ala biləcəyi qiymətlər mənfi sonsuzluqdan 1-ə qədərdir. İndi baxaq, tutaq ki 1-in özü olsa x, o zaman y bərabər olacaq 5 üstündə kök altında 1 çıxaq 1. Bu da edəcək 5 üstündə 0 oldu 1. Əgər mənfilərdən versək, tutaq ki 0 və yaxud da mənfi qiymətlərdən versək, 0 versək alacaq y bərabərdir 5-in üstündə kök altında 1, cavab eləyəcək 5. 0 versə, daha doğrusu mənfi 1 versək olacaq kök y bərabərdir 5 üstündə kök altında 2. Və beləcə qiymətlər verdikcə biz görəcəyik ki, cavab get-gedə böyüyəcək. Yəni ən kiçiyi 1 olacaq 5 üstü 0 olanda, hansı ki x-a 1 verəndə. 5 üstü 0 1 alınacaq ən kiçik qiyməti və digər cavablar artıq getdikcə böyüyəcək. Ona görə də ən kiçik qiyməti olacaq 1, C variantı. 11. Y bərabərdir pi üstündə 2x üstəgəl 5 funksiyasının təyin oblastını tapın. Təyin oblast x-in aldığı qiymətlərdir. Və qüvvətdə 2x topla 5 verilibdir. Bu, hansı ki y bərabərdir kx plus b funksiyasına uyğun bir ifadədir. Biz də bilirik ki, y bərabər kx plus b funksiyasının qiymətlər çoxluğu, daha doğrusu təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Ona görə də 2x üstəgəl 5 ifadəsinin də elə təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Cavabımız B variantı. 12. Loqaritma 2-də 1 əsasdan 4 üstəgəl loqaritma 4 əsasdan 2-də 1 ifadəsini sadələşdirin. Əsasları eyniləşdirək. Loqaritma 2-də 1 əsasdan əvəzinə yazaq 2 üstü mənfi 1 əsasdan 4 üstəgəl loqaritma, buradakı 4-ü də 2 üstü 2 kimi göstərək. Loqaritma 2 üstü 2 əsasdan 2-də 1-in əvəzinə 2 üstü mənfi 1. Mənfi 1 tərsi ilə keçəcək, elə mənfi 1 olacaq. Bu 2 olduğu kimi keçəcək, olacaq mənfi 2, loqaritma 2-dən 2 üstə gəlsin. Əsasın qüvvətindəki 2, 2-də 1 kimi keçəcək. İfadənin qüvvətində mənfi 1 olduğu kimi keçəcək, olacaq mənfi 2-də 1. Vuraq loqaritma 2-dən 2. Bunlar 1 edəcək, mənfi 2 çıxaq 2-də 1 olacaq mənfi, deməli 2-də 5. Doğru cavabımız D variantı. 13. A bərabərdir kök altında 26 üstə gəlinsin. Loqaritma 2-də 1 əsasdan 128 ifadəsinin, daha doğrusu ədədinin kəsir hissəsini tapın. Əvvəl biz loqaritma 2-də 1 əsasdan 128-in qiymətini tapaq. Loqaritma 2 üstü mənfi 1 əsasdan 2 üstü 7-dir 128. Bu da edəcək mənfi 7 vurulsun. Loqaritma 2 əsasdan 2. Cavab eləyəcək mənfi 7. Deməli, ədədimiz A bərabərdir. Kök altında 26 çıxılsın 7 şəklində olacaq. Bizə lazımdır A ədədinin kəsir hissəsi. Kəsir hissəni tapmaq üçün biz həqiqi ədədlərin izahında demişdik. Bu hissəyə baxmırıq. Kök altında 26 hansı 2 ədədin kvadratları arasında yerləşir? Bu 5-nin 6-dır. Kök altı 26-nın qarşısında mənfi işarə olmadığına görə A ədədinin kəsir hissəsi bərabər olur. Kök altında 26 çıxılsın 5. Yəni Y variantı. 14. 3 vurulsun loqaritma 27 əsasdan 81 üstə gəlsin.
loqaritma 5'də 1 əsasdan 25 üstə gəlinsin. 9'da 1'in üstündə loqaritma 9 əsasdan 16'da 1. 3 vuraq loqaritma 3 üstü 3 əsasdan 3 üstü 4. Üstə gələk loqaritma 5 üstü mənfi 1 əsasdan 5 üstü 2. Üstə gəl. 9'da 1'in əvəzinə yazacaq 9 üstü mənfi 1. Onun da üstündə loqaritma 9 əsasdan 16'da 1. 16'da 1'in də əvəzinə 4 üstü mənfi 2 yazaq. Bərabərdir. 3 vuraq. 3'də 1 vuraq. 4 vuraq loqaritma 3'dən 3. Üstə gəlinsin. Mənfi 1'in tərsi ilə mənfi 1. Ona görə bu artıq çıxaq olacaq. 2 də olduğu kimi keçəndə çıxaq 2 vurulsun. Loqaritma 5'dən 5. Üstə gəl. Burada nə edəcəyik? Qüvvətin qüvvəti kimi baxsaq buna, bu olacaq 9'un üstündə mənfi loqaritma 9 əsasdan 4 üstü mənfi 2. Yəni qüvvətlər bir-birinə vurulacaq. Buradan 3'lər ixtisar getdi. 4 vuraq. Loqaritma 3'dən 3 elə 1'dir. 4 vuraq 1 oldu 4. Çıxılsın. Loqaritma 5'dən 5 1'ə bərabərdir. Çıxaq 2. Üstə gəlsin 9'un üstündə. Bu əmsal mənfi 1'dir. Mənfi 1'i 4'ün qüvvətinə qaldıranda olur belə. 4 üstü mənfi 2'nin üstü mənfi 1. Bu da eləyir 4 üstü müsbət 2. O da 16 olur. Loqaritma 9'un üstündə 9 əsasdan 16. Bərabərdir. 4 çıxaq 2 üstə gəlsin. 9 üstündə loqaritma 9 əsasdan 16 ilə 16'ya bərabərdir. Əsas loqaritmik eynilikdir. Xatırladaq. A'nın üstündə loqaritma A əsasdan B elə B'yə bərabərdir. 4 çıxaq 2. 2 üzərində də 16 gəldik. Oldu 18. D variantı. 15. Loqaritma 4 əsasdan 25 bərabər A olarsa, loqaritma 8 əsasdan 125 ifadəsini A ilə ifadə edin. Əvvəla birinci ifadəni 2 əsasına gətirək. Loqaritma 2 kvadratı əsasdan 5'in kvadratı bərabərdir A-ya. 2'də 1 vuraq, 2 vuraq, loqaritma 2 əsasdan 5 bərabərdir A-ya. 2'lər ixtisar getdi, loqaritma 2 əsasdan 5 bərabər A. Deməli, bu artıq bizim üçün bir məlumatdır, qoyuruq hazır. İndi bizə lazımdır ki, 8 əsasdan 125'e hesablayaq. Loqaritma 8'in əvəzinə 2'nin kubu, 125'in əvəzinə 5'in kubu yazaq. 3'də 1 vuraq, 3 vuraq, loqaritma 2'dən 5. 3'lər ixtisar getdi. Elə oldu loqaritma 2'dən 5. Deməli, axtardığımız ifadəni sadələşdirəndə olur loqaritma 2'dən 5. Loqaritma 2'dən 5 də elə A-ya bərabər idi. Ona görə də cavabımız A olur. Yəni A variantı. 16. Onluq loqaritma kök altında 125 vurulsun. Loqaritma Y əsasdan, yəni natural loqaritma 10 vurulsun loqaritma 5 əsasdan Y. Hasilinin qiymətini tapın. Bərabərdir. Əvvəlcə birinci vuruqda kökü mümkün qədər elə edək ki, kök olmasın. Loqaritma 10 əsasdan, əslində yazmalı deyiləm. L-ğı yazmışamsa, deməli bu 10 əsasdandır. Sadəcə mən yazıram ki, sizin üçün də yəni rahat başa düşə biləsiniz deyə. 125 kök altında 125'i biz 125'in üstündə 2'də 1 kimi göstərə bilərik. Və yaxud da elə birbaşa belə də yazmaq olar. Baxın, kökün altında 125 5'in kubudur. Bunu kəsr üslü qüvvətə çevirəndə olacaq 5 üstündə 2'də 3. Loqaritma deməli 10 əsasdan 5 üstü 2'də 3 vuraq ln 10 vuraq loqaritma 5 əsasdan Y bərabərdir. 2'də 3'ü olduğu kimi keçirsək qarşıya. 2'də 3 vurulsun. Loqaritma 5 vurulsun. Bunu, yəni 3-cü vuruğu ortaya gətirək. Loqaritma 5 əsasdan Y vurulsun ln 10 bərabərdir. Burada baxın, mən sizə bir qayda deyəcəm. Yəqin ki, bunu bilirik. Loqaritma A əsasdan B
vuraq loqaritma B əsasdan C, vuraq loqaritma C əsasdan D, vuraq loqaritma D əsasdan Y və s. Bu şəkildə hasil veriləndə uyğunluğa baxın. Birincinin loqaritm altı ifadəsi ikincinin indeksinə keçib. Sonra ikincinin loqaritm altı ifadəsi üçüncünün indeksinə keçib. Üçüncünün loqaritm altı ifadəsi dördüncünün indeksinə keçib. Bu şəkildə bizə hasil veriləndə o zaman biz bunu belə sadələşdiririk. Loqaritma ən birincinin indeksini götürürük. Ən sonuncu vuruğun isə loqaritm altı ifadəsini götürürük. Yəni loqaritma A əsasdan Y. Aydındırmı? İndi eyni qaydanı misalımıza tətbiq etsək, baxın diqqətlə, loqaritma 10 əsasdan 5. Sonra 5 keçib indeksə, loqaritma 5 əsasdan Y. Sonra Y keçib indeksə, loqaritma Y əsasdan əvəzinə elən yazılıb 10. Deməli, bu olacaq belə. 2-də 3 vurulsun. Loqaritma birincinin indeksi 10 əsasdan, sonuncunun isə loqaritm altı ifadəsi, yəni 10. Loqaritma 10-dan 11-ə bərabərdir. Cavab oldu 2-də 3 və yaxud da 1-10-da 5. B variantı. 17-ci sual. Loqaritma 64 əsasdan 5, vuraq loqaritma 9 əsasdan 16, vuraq loqaritma 125-də 1 əsasdan 27. Yenə də deyir sadələşdirin. Əvvəlcə biz bunların indekslərini və yaxud da loqaritm altı ifadələrini əgər sadələşdirə biliriksə, sadələşdirək, daha sonra hansı bir qayda lazım olsa tətbiq edərik. Demək ki, loqaritma 64-ün əvəzinə yazarıq 2 üstü 6, loqaritma 6-da 5. Vurulsun loqaritma 3-ün kvadratı əsasdan 2-nin üstü 4. Vurulsun loqaritma 125'də 1, 125 üstü mənfi 1 deməkdir. Yəni 5 üstü mənfi 3. 5 üstü mənfi 3 əsasdan 3 üstü 3. Bərabər. 6'da 1 kimi keçəcək qarşıya. Loqaritma 2'dən 5. Vurulsun. Bu 2'də 1 vuraq 4 kimi. Yəni 4 bölü 2 kimi keçəcək qarşıya olacaq. 2 vurulsun loqaritma 3'dən 2. Vurulsun. Mənfi 3 vurulsun 3'də 1 vurulsun loqaritma 5'dən 3. Əmsalların hamısını qarşıya keçirdək. Biri mənfi olduğuna görə cavab mənfi olacaq. Buradan üstlər ixtisar gedəcək. Mənfi 6'da 1 vurulsun 2 vurulsun loqaritma 2 əsasdan 5 vurulsun. Sonuncu loqaritmanı ortada yazaq. Loqaritma 5 əsasdan 3 vurulsun və nəhayət axırıncı loqaritma 3 əsasdan 2. İndi fikir verin. 2 əsasdan 5, sonra 5 keçibdi indeksə 5 əsasdan 3, sonra 3 keçibdi indeksə 3 əsasdan 2. Olacaq belə. Bunlar da mənfi 3'də 1 eləyəcək. Mənfi 3'də 1 vurulsun loqaritma ən birinci indeksindən, yəni 2'dən, ən axırıncının loqaritm altı ifadəsi, yəni 2. 2'dən 2 1'dir. Bu da oldu mənfi 3'də 1 B variantı. 18. Bir bölək loqaritma 2 əsasdan 60, üstə gəl 1 bölək loqaritma 5 əsasdan 60, üstə gəl 1 bölək loqaritma 6 əsasdan 60. Hamısının tərsini yazsaq, olacaq loqaritma 60 əsasdan 2, üstə gəl loqaritma 60 əsasdan 5, üstə gəl loqaritma 60 əsasdan 6. Əsaslar eynidir. Yəni indekslər eynidir. Toplama əməlidir. Deməli, loqaritm altı ifadələr vurulacaq. Loqaritma 60 əsasdan 2 vur 5 vur 6. Bu da 60 eləyəcək. 60'dan da 60 1'ə bərabərdir. Cavab olacaq A variantı. 19. A bərabərdir loqaritma 5 əsasdan 88. B bərabərdir loqaritma 4 əsasdan 77. C bərabərdir loqaritma 3 əsasdan 99. Ədədləri üçün aşağıdakılardan hansı doğrudur? Baxın görün, mən bunu necə müqayisə eləyəcəm. Biz bilirik ki, tutaq ki, loqaritma A əsasdan B x-a bərabərdirsə, bilirik loqaritmik ifadənin tərsi üstlü ifadədir. Biz bunu üstlü ifadə ilə əvəz eləyəndə buradan A üstü x bərabər B deməkdir. Yəni A üstü x bərabərdir B tənliyindən x-i tapsaq, x bərabərdir loqaritma A əsasdan B. Necə ki deyirik ki, tutaq ki 3 üstü x bərabər 81'ə.
biz indiyə qədər bunu belə həll eləyirdik ki, 3 üstü x bərabərdir 3 üstü 4 81-in əvəzinə. Buradan x bərabər 4-ə. Amma normal həll yolu bunun bu şəkildə də ola bilər. 3 üstü x 81-dirsə, deməli x bərabərdir loqaritma 3 əsasdan 81-ə. İndi baxın, əgər a bərabərdir loqaritma 5 əsasdan 88-dirsə, deməli a üstü 5 bərabərdir 88-ə. Digərində b üstü, daha doğrusu 5 üstü a bərabərdir 88-ə. Digərində 4 üstü b bərabərdir 77-yə və nəhayət sonuncuda 3 üstü c bərabərdir 99-a. İndi məntiqlə düşünsək, 5-in neçənci dərəcəli qüvvəti təxminən 88-ə yaxındır. 5-in kvadratı 25-dir, kubu artıq 125-dir. Deməli, a 2 tam neçəsə olmalıdır ki, bu 88-ə yaxın və yaxud da 88 olan bir ədəd eləsin. B 4-ün kubu 64, amma 4 üstü 4, yəni 64-ü bir də 4-ə vuranda 256 eləyir. Bu 3 tam neçəsə deməkdir. C isə, baxın, 3 üstü 4 81-dir. 4 tam neçəsə deməkdir. İndi müqayisə etsək, ən balacası A-dır, B-dir, sonra da C-dir. A kiçikdir B-dən, B də kiçikdir C-dən. Doğru cavabımız olacaq A variantı. 20-ci sual. Kök altında 3-cü dərəcədən 9-un üstündə loqaritma 3 əsasdan 8 ifadəsinin qiymətini tapın. Əvvəlcə biz əsasını, loqaritmanı deyil, baxın bu əsası biraz sadələşdirək. Kök altında 3-cü dərəcədən 9-un əvəzinə yazaq, demək 3 üstü 2. Sonra bunu kəsr üslü qüvvətə çevirək, olsun 3-ün üstündə demək 3-ün üstündə 3'də 2 bu şəkildə. 3 üstündə 3'də 2. Onun da üstündə loqaritma 3 əsasdan 8. Qüvvəti qüvvətə vursaq olacaq belə. 3'ün üstündə 3'də 2 vurulsun. Loqaritma 3 əsasdan 8. Bu 3'də 2'ni də 8'in üstünə keçirsək olacaq belə. 3'ün üstündə loqaritma 3 əsasdan 8'in üstü 3'də 2. 3'ün üstündə loqaritma 3 əsasdan 8 üstü 3'də 2 elə 8 üstü 3'də 2'yə bərabərdir. 8'in əvəzinə 2'nin kubu, onun da üstü 3'də 2 yazsaq, 3'lər iqtisar gedəcək, 2 üstü 2, yəni cavab da eləyəcək 4, C variantı. 21-ci sual. 1 bölək loqaritma 4 əsasdan kök altında 6 üstəgənsin 1 bölünsün loqaritma 9 əsasdan kök altında 6. Tərsi ilə yazsaq olacaq loqaritma kök altında 6 əsasdan 4 üstəgənsin loqaritma kök altında 6 əsasdan 9. Əsaslar eyni olduğuna görə kök altında 6 əsasdan biz bunu deməli 4 vurulsun 9 36 kimi yaza bilərik. Bu da olacaq loqaritma 6 üstü 2'də 1 əsasdan 6'nın kvadratı bərabərdir. 2'də 1 tərsi ilə keçəcək 2. Bu 2 olduğu kimi keçəcək. Vurulsun 2. Loqaritma 6'dan 6. 6'dan 6 1'dir. 2 dəfə də 2 oldu 4. Cavabımız oldu D variantı. 22. Loqaritma 4 əsasdan sinus 15 dərəcə üstəgənsin loqaritma 4 əsasdan kosinus 15 dərəcə bərabərdir. Loqaritma bir də təkrar baxaq. Deməli loqaritma 4 əsasdan sinus 15 dərəcə üstəgəl loqaritma 4 əsasdan kosinus 15 dərəcə bərabərdir. Loqaritma 4 əsasdan sinus 15 dərəcə vurulsun kosinus 15 dərəcə. Bu da bərabərdir. Loqaritma 4 əsasdan loqaritma 6 ifadəni 2'də 1 ilə yığsaq olacaq 2'də 1 sinus 30 dərəcə. Loqaritma 4 əsasdan sinus 30 dərəcə 2'də 1'dir. 2'də 1'ə də vuranda 4'də 1. Bu da bərabər olacaq -1'ə. Doğru cavabımız B variantı. 23. Loqaritma 10 əsasdan m bərabərdir 0'dan 100'də
16'ya olarsa kök altında 4-cü dərəcədən m üstü 25 ifadəsinin qiymətini tapın. Demək, gəlin biz nə edək? Bizə deyir ki, kök altında 4-cü dərəcədən m üstü 25'i tapın. Bunu kəsr üslü qüvvətə çevirsək olacaq m-in üstündə 4'də 25, düzdürmü? Bu qalsın belə. Sonra bizə verib ki, loqaritma 10 əsasdan m 0'dan %16'ya bərabərdir. Buradan m nəyə bərabərdir? 10'un üstündə 0'dan %16'ya. Yəni 10'un üstündə %16 4'ü ixtisar getsə 25'də 4. Demək ki, m ədədi 10 üstü 25'də 4'dür. İndi bizə lazımdır m-in üstü 4'də 25'i hesablayaq. Yəni m-in yerinə 10 üstü 25'də 4, onun da üstündə 4'də 25. Qüvvətin qüvvətinə görə qüvvətlər vurulsa 10 üstü 1 qalacaq. Yəni cavab eləyəcək 10, Y variantı. 24-cü suala baxaq. Loqaritma 3'də 1 əsasdan 11 ədədi hansı iki ədəd arasında yerləşir? Gəlin bunu öncə belə yazaq. Loqaritma 3'də 1 əvəzinə 3 üstü mənfi 1 əsasdan 11. Mənfi 1'i verək qarşıya. Mənfi loqaritma 3 əsasdan 11. Loqaritma 3 əsasdan 11'dən təxminən 2 tam nə qədərsə cavab çıxar. Çünki 3'ün kvadratı olsaydı 9 olardı bu. Qarşıda da mənfi olduğuna görə mənfi 2 tam nə qədərsə. Mənfi 2 tam nə qədərsə ədəd oxunda mənfi 2 və mənfi 3 ədədləri arasında yerləşir. Mənfi 3 mənfi 2'dən kiçik olduğuna görə birinci mənfi 3'ü qeyd eləməliyik. Mənfi 3 və mənfi 2. Doğru cavabımız olacaq A variantı. %25. Loqaritma 2 əsasdan 32 üstəgəl loqaritma 4 əsasdan 16. Elə birbaşa cavabını tapa bilərik. 2 əsasdan 32 5'ə bərabərdir. 4 əsasdan 16 2'yə bərabərdir. Toplamları da olacaq 7 D variantı. 26. 7 üstündə loqaritma 5 əsasdan 4 çıxılsın. 4'ün üstündə loqaritma 5 əsasdan 7. İfadənin qiymətini hesablayın. Biz bilirik ki, qaydamızı xatırlayaq. A-nın üstündə loqaritma B əsasdan C ifadəsində C ilə A-nın yerini dəyişdirmək olar. Yəni biz bunu belə yaza bilərik. C-nin üstündə loqaritma B əsasdan A. İndi həmin qaydanı birinci ifadəyə tətbiq eləsək olacaq belə. 4 ilə 7 yerlərini dəyişəcək. 4'ün üstündə loqaritma 5 əsasdan 7 olacaq. Çıxaq 4'ün üstündə loqaritma 5 əsasdan 7. Bu da 0'a bərabərdir. Cavabımız B variantı. 27. Loqaritma 10 əsasdan 3 n-ə bərabərdir. Loqaritma 10 əsasdan 7 m-ə bərabərdir. Loqaritma 10 əsasdan 63'ü m və n ilə ifadə edin. Biz loqaritma 10 əsasdan 63'ün əvəzinə gəlin belə yazaq. Loqaritma 10 əsasdan 9 üstəgəl loqaritma 10 əsasdan 7. 10 əsasdan 9'un da əvəzinə loqaritma 10 əsasdan 3'ün kvadratı yazıb kvadratı qarşıya ataq. Üstəgəl loqaritma 7. 10 əsasdan 3 n-ə bərabərdir. Qarşıdakı 2'yə də vursaq 2n topla. 10 əsasdan 7 də m-dir. Cavabımız olacaq 2n topla m. C variantı. 28. Y bərabərdir. 4'ün üstündə 1 bölünsün modul x üstəgəl 2 topla 2 ifadəsinin qiymətlər çoxluğunu tapın. Deməli biz verilən ifadənin qiymətlər çoxluğunu tapmaqdan ötürü birinci üstündəki ifadənin qiymətlərini tapmalıyıq. Üstündəki ifadə 1 böl modul x üstəgəl 2 topla 2 şəklindədir. Əvvəl kəsrə baxaq. Bilirik ki, burada məxrəc heç vaxt 0 ola bilmir. Çünki modul x həmişə müsbət qiymətlər alır. Üzərinə də 2 gələndə müsbət bir ədəd edir. Yəni 0 olma ehtimalı yoxdur bunun. Amma bunun qiymətlər olmasını tapa bilərik biz məxrəcinin. Baxın, modulda x 0'da daxil olmaqla
Sıfırdan müsbət sonsuzluğa qədər qiymətlər alır. İndi 10 üzərinə 2 gəlsək, 2 də daxil olmaqla 2-dən müsbət sonsuzluğa qədər qiymətlər alacaq. Yəni baxın, ən kiçiyi 0-dır. Üzərinə 2 gəlməliyik axı. 2 gələndə ən kiçiyi olur 2. Ən böyüyü sonsuzluqdur bunun. Üzərinə 2 gəlsək yenə olacaq sonsuzluq. Yəni məxrəcin aldığı qiymətlər 2-dən müsbət sonsuzluqadır. İndi biz onu bir bölək şəklində tapmalıyıq ki, yəni bir bölək şəklində olanda bəs bunun qiymətlər oblasti necə olur? 1 bölünsün olduğuna görə baxın, qiymətlər oblasti 1 böl 2 olur. Bu 0.5 eləyir, hansı ki bunun ən böyük qiymət olur, maksimumu. Və 1 bölünsün sonsuzluq, bu artıq 0 eləyir. 0-ın özü olmur, amma 0-a hədsiz yaxınlaşan bir ədəd olduğuna görə ən kiçiyi 0 açıqda, yəni 0-dan 0.5-ə qədər, amma 0.5 qapalıda. Bir də izah edirəm. Modul x 0-dan müsbət sonsuzluğa qiymətlər alır. Üzərinə 2 gəldikdə bu edir 2-dən müsbət sonsuzluq. 1-i, baxın 1-i 2 də daxil olmaqla 2 müsbət sonsuzluq ifadəsinə böləndə 1-i sonsuzluğa böləndə 0-a yaxın bir ədəd alır. Amma 0 olmur. Ona görə 0 açıqda. Amma 1-i 2-yə böləndə 0.5 edir və o ora daxildir. 0-dan 0.5-ə qədər. Ən böyüyü 0.5 olur. Amma 0-ın özü ola bilmir. Deməli, bütöv bu kəsrin aldığı qiymətlər oldu 0-dan 0.5-ə qədər. İndi biz bunun da üzərinə 2 gəlməliyik. Üzərinə 2 gələndə olacaq artıq 2-dən 2.5-ə qədər. Deməli, 4-ün üstündə 2-dən 2.5-ə qədər. Qiymətlər oblast budur. İndi hesablayaq. 4 üstü 2, 16 eləyəcək. 2 açıqda olduğuna görə 16-nı almayacaq. 4 üstü 2.5-i amma hesablaya bilərik. Bu 4-ün üstündə 2-də 5 deməkdir. 2-nin kvadratının üstündə 2-də 5. Bu da olur 2-nin üstündə 5. Yəni 32. Deməli, ən böyüyü isə 32-dir. Qiymətlər çoxluğumuz olacaq. 16-dan 32-yə C variantı. 29. Y bərabərdir 5 üstündə kökün altında 1 çıxılsın x. Üstə gəl 3-ün üstündə kökün altında x çıxılsın 1 funksiyasının qiymətlər çoxluğunu tapın. Yenə də biz bunun qiymətini tapmaqdan ötürü gərək ki, üstünün aldığı qiymətləri tapaq ki, görək üstü hansı qiymətləri alır. Üstünün də aldığı qiymətləri tapmaqdan ötürü x-in ala biləcəyi qiymətləri bilməliyik. Birinci ifadədə x, yəni x üçün qiymətlər 1 minus x böyük bərabərdir 0-dan, mənfi x böyük bərabərdir mənfi 1-dən, x kiçik bərabərdir 1-dən. İkinci üçün x minus 1 böyük bərabərdir 0-dan, x böyük bərabərdir 1-dən. Deməli, x 1-dən böyük bərabər və 1-dən kiçik bərabərdirsə, hər ikisini ödəyən yalnız 1-dir. Yəni, x ancaq 1 ola bilər. Başqa heç cürə mümkün deyil. Baxın, mən 1-dən böyük ədəd versəm, birinci kökün altı mənfi olacaq və kökün dərəcəsi cüt dərəcədir. Bu mümkün deyil. 1-dən kiçik qiymət versəm, ikinci kökün altı mənfi ədəd olacaq. Bu da mümkün deyil. Dərəcə cütdür burada da. Yalnız 1 ödəyəcək. Başqa heç bir ödəmir. Deməli, x 1-dirsə, onda funksiyamız olacaq. 5-in üstündə 0, üstə gəl 3-ün üstündə 0. Bu da eləyəcək 2. Deməli, funksiya yalnız və yalnız 1 qiymət alır. O da 2-dir. 30. Loqaritma 5'in üstünde, daha doğrusu logaritma kök altında 5 esasdan 4 çıxılsın. Kök altında 5'in üstünde logaritma 25 esasdan 16 beraberdir. 5'in üstünde logaritma kök altında 5 esasdan biz bunu yazaq 5 üstü 2'də 1 4 çıxılsın. Bunun da əvəzinə 5 üstü 2'də 1'in üstündə logaritma 5'in kvadratı 4'ün kvadratı beraberdir. 2'də 1 tərsi ilə keçdi. 2 kimi gəldi bura. 2'ni də verdik 4'ün üstünə. Oldu 5'in üstündə logaritma 5 esasdan 16. Çıxılsın. Burada bu 2 tərsi ilə keçdi 2'də 1 kimi. Bu 2 olduğu kimi keçdi. Bunlar bir-birinə vurulanda 1 elədi. Oldu logaritma 5'dən 4.
Qüvvətinə görə də bunları vuranda olacaq 5-in üstündə 2-də 1 vurulsun loqaritma 5-dən 4. 2-də 1-i də 4-ün qüvvətinə qaldıranda olur 4 üstü 2-də 1 və yaxud da kök altında 4. Kök altında 4 2 deməkdir. Deməli oldu belə. 5 üstündə loqaritma 5 əsasdan 16, digəri isə demək 5-in üstündə loqaritma 5 əsasdan 2. Birincinin cavabı 16 eləyir, ikincinin cavabı 2 eləyir. Cavab da olur 14. B variantı. 31. Loqaritma AB əsasdan B bərabər 3-də 1-ə, loqaritma A əsasdan AB bərabərdir suala. Baxaq görək nə edə bilərik. Birinci ifadəni biz tərsi ilə yazaq. Yəni loqaritma B əsasdan AB bərabərdir 3-ə. Sonra hasilə gətirək, daha doğrusu hasil cəmə gətirək. Loqaritma B əsasdan A üstə gəlsin loqaritma B əsasdan B bərabər 3. B əsasdan B 1-ə bərabərdir. Loqaritma B-dən A üstə gəl 1 bərabərdir 3-ə. Loqaritma B-dən A bərabərdir 2-yə. Bu qalsın belə. Loqaritma B-dən A 2-dirsə, onda loqaritma A-dan B 2-də 1-dir. Sonra bizə deyir ki, loqaritma A-dan AB-ni tapın. Bunu da cəmə gətirsək, olacaq loqaritma A-dan A üstə gəlsin loqaritma A-dan B. A-dan A 1-dir. 1 üstə gəl. A-dan B-ni də tapmışıq 2-də 1. Oldu 1 tam 2-də 1 və yaxud da 2-də 3. C variantı. 32. Loqaritma 0-dan 100-də 4. 100-də 4 deməli 25-də 1 deməkdir. 25-də 1 əsasdan kök altında 125. Bunu da yazaq 5-in kubu. Üstə gəlsin loqaritma 25 əsasdan kökün altında 3-cü dərəcədən 0-dan 1008-in əvəzinə 0,2-nin kubu yazaq. Bərabərdir. Birinci loqaritmada 25-dən 1-in əvəzinə yaza bilərik belə. Loqaritma 5 üstü mənfi 2. Əsasdan bu birisini də kəsr üstü qüvvətə gətirsək, loqaritma 6 ifadəni olacaq 5 üstü 2-də 3. Üstə gəlsin loqaritma 5 kvadratı əsasdan 0,2-nin üstündə 0,2 də 5-də 1 deməkdir. 5-də 1-in üstündə 3-dən 3, 3-dən 3 də 1-dir. 5-də 1 də 5 üstü mənfi 1-dir. Belə. İndi mənfi 2-ni tərsi ilə keçirtdik. Mənfi 2-də 1 vuraq. 2-də 3 olduğu kimi keçirtdik. Loqaritma 5-dən 5. Üstə gəl. 2-də 1 vuraq. Mənfi 1. Loqaritma 5-dən 5. Buradan 5-dən 5 1-dir. Burada da 5-də 5 1-dir. Mənfi 4-də 3 çıxılsın. 2-də 1. Bu da mənfi 4-də 3. Çıxılsın 4-də 2. Etdi mənfi 4-də 5. Doğru cavabımız D variantı. 33. Fx bərabərdir. Loqaritma bu desən 9 əsasdandır. 9 əsasdan 1 bölünsün x olarsa f 3 üstü 5-in qiymətini hesablayın. F 3 üstü 5 nə deməkdir? Funksiyalar bölməsindən bilirik ki, harada x görürüksə yerinə 3 üstü 5 yazmalıyıq. F 3 üstü 5 bərabərdir. Loqaritma 9 əsasdan 1 bölünsün 3 üstü 5. O da bərabərdir. Loqaritma 3 kvadratı əsasdan 3 üstü mənfi 5 kimi yazaq. 2-də 1 vurulsun mənfi 5. Vuraq loqaritma 3-dən 3. 3-dən 3 1 oldu. Bu da etdi mənfi 2-də 5 və yaxud da mənfi 2,5. D variantı. 34. İkinin üstündə 1 topla loqaritma 4 əsasdan 25. Üstə gəl 3-ün üstündə loqaritma 3 əsasdan 2 çıxaq 1. Bərabərdir. Biz bunu belə yaza bilərik. İlk toplananı 2 üstü 1 vuraq
2 üstü loqaritma 4 əsasdan 25. Yəni eyni əsaslı qüvvətlərin hasilində necə yazırdıq? Əsas olduğu kimi qalırdı, qüvvətlər toplanırdı. İndi qüvvətlər toplanıb 1 plus loqaritma 4 əsasdan 25. Biz bunu ayırırıq, hasil kimi göstəririk. 4 əsasdan 25-i də baxın, 4-ün əvəzinə 2-nin kvadratı, 25-in əvəzinə 5-in kvadratı. Bu 2 də 1 ilə keçdi, bu da 2 ilə keçdi. Bunlar getdi. Yalnız 2-dən 5 qaldı. Üstə gəlinsin. Loqaritma, bircə dəqiqə, 3-ün üstündə loqaritma 3 əsasdan 2, çıxaq 1-in əvəzinə bölək 3 yazaq. 3 üstü 1 və yaxud da. Çünki böləndə üstlər çıxılacaq. İndi burada baxın, 2-nin üstü loqaritma 2 əsasdan 5, bu 5 verir. Qarşıda da 2 üstü 1 vurğu var. Oldu 10 topla. Bunun surəti 2 verir. Məxrəci də 3, 3-də 2. Oldu 10 tam 3-də 2. Yəni 3-də 32. Y variantı. 35. Loqaritma 4-dən 5 bərabərdir A-ya. Loqaritma 7-dən 6 bərabərdir B-yə. Loqaritma 2-dən 6 bərabərdir C-yə. Ədədlərini müqayisə edin. Bizə deyir ki, bu ədədləri müqayisə edin, düzdürmü? Loqaritma 4 əsasdan 5 A-dırsa, deməli 4-ün üstü A 5-ə bərabər olmalıdır. 7 əsasdan 6 B-dirsə, 7-nin üstü B 6-ya bərabər olmalıdır. Digərində də 2-nin üstü C 6-ya bərabərdir. İndi 4 üstü A 5-dirsə, 4 üstü 1-im 4-dür. 4-ün kvadratı da 16-dır. Deməli, A 1 tam nə qədərsədir. Sonra 7 üstü B 6-dırsa, 7-nin üstü 1 hələ 7 deyir. Deməli, B 1-dən kiçikdir. Yəni 0 nə qədərsədir. Üçüncüsündə isə C. 2-nin kvadratı 4-dür, kubu 8-dir. 6 da 4 ilə 8-in arasında yerləşir. Deməli, bu 2 tam nə qədərsədir. Əsas da tam hissələrini bildiksə, A-nın, B-nin, C-nin müqayisə eləmək asandır. Variantlar hamısı kiçikdirlə verildiyinə görə ən kiçiyi B-dir, sonra A-dır, sonra da C-dir. B-A-C oldu B variantı. 36. Kökün altında 5 vurulsun. Loqaritma 10 əsasdan 3-ün kvadratı üstə gəlsin. Loqaritma 10 əsasdan 9-da 1-in kvadratı. İfadəsinin qiymətini tapın. Bərabərdir. Demək, 5 vurulsun, kök olduğu kimi saxlayaq hələ ki, 5 vurulsun. Loqaritma kvadratı 3. Üstə gəl, bu birisi də olacaq. Loqaritma kvadratı 9-da 1. Bunu da belə yaza bilərik. 5-i qaldırsaq əgər, heç qaldırmasaq, kökün altında, belə yazaq da, 5 vurulsun loqaritma kvadratı 3 üstə gəlinsin. Bu 9-da 1-in əvəzinə 3 üstü mənfi 2 yazaq. Mənfi 2-ni də qarşıya verəndə olacaq çıxılsın. Çıxaq 2 loqaritma kvadratı 3 10 əsasdan. Bu da olacaq 3 vurulsun. Demək, loqaritma kvadratı 3. Hə, burada üzr istəyirəm. Mən kvadratı itirdim. Bura baxın. Loqaritma kvadratı 3 üstü mənfi 2. Bu əslində parçalananda nə deməkdir? Loqaritma 3 üstü mənfi 2 vurulsun loqaritma 3 üstü mənfi 2. İkisindən də mənfi 2 qabağa keçəndə mənfi 2 vuraq mənfi 2 müsbət 4 eləyir. Üstə gəlsin 4 loqaritma 10 əsasdan 3 kvadratı bərabərdir. Bu da olur kökün altında 9 loqaritma kvadratı 3. 9-dan 3 çıxır. Loqaritma kvadratı 3-dən də loqaritma 3 çıxır. Cavab olur 3 loqaritma 3. Deməli, Y variantı. 37-yə baxaq. Loqaritma 3-də 1 əsasdan x funksiyasının qrafiki hansıdır? Baxırıq ki, əsas, daha doğrusu indeks 0 ilə 1 arasında yerləşib. 0 ilə 1-in arasındadırsa, qrafikimiz bu şəkildə olmalıdır. X-in 1-indən keçən belə bir qrafik doğru cavabımız olacaq A variantı. 38. Fx bərabərdir. 3 üstündə 3 çıxaq 5 vuraq modulda x toplu 10. İfadəsinin qiymətlər çoxluğuna daxil olan ən kiçik və ən böyük tam ədədin cəmini tapın.
Demək, bizdən istədiyi funksiyanın ən böyük və ən kiçik tam qiymətinin cəmidir. Biz hələ funksiyanın qiymətlər oblastını tapaq, ondan sonra ən böyüyünü və ən kiçiyini taparıq. Bunu da tapa bilməkdən ötürü birinci qüvvətini tapmalıyıq ki, qüvvət hansı aralıqda qiymətlər alır. Qüvvətimiz bu şəkildədir. 3 çıxaq, 5 vuraq, modulda x topla 10. Toplananların yerini dəyişsək, -5 vuraq, x topla 10, topla 3 kimi yazsaq. İndi diqqətlə baxın, x topla 10, aldığı qiymətlər sıfırdan müsbət sonsuzluğadır. Yəni, ən kiçik alacağı sıfırdır, hansı ki, x-in -10 qiymətində. Bunu -5-ə vuranda artıq tərsinə dəyişəcək. Qiymətlər olacaq mənfi sonsuzluqdan sıfıra qədər. Çünki təsəvvür edin ki, qiymətlərimiz 0, 1, 2, 3, 4 bu şəkildə gedibsə sonsuzluğa doğru və bunlar əlbəttə ki, bunların arasında sonsuz sayda qiymətlər var ki, hamısı ödənir. Sadəcə mən tam qiymətləri yazdım. Bunu -5-ə vuranda hər birisin. Olur 0, -5, -10, -15, -20. Yəni, get-gedə kiçilir də, olur mənfi sonsuzluqdan ən böyüyü 0, 0-a qədər. Aydındır? Ona görə mən -5-ə vuranda əvəzinə yazdım. Mənfi sonsuzluqdan 0-a qədər. Üzərinə də 3 gələndə, sonsuzluğun üzərinə 3 gəlsəm, yenə o sonsuz bir ədəd eləyəcək də. Nə qədər böyük bir ədəd götürsək və yaxud da mənfilərdən nə qədər kiçik bir ədəd götürsək, üzərinə 3 gəlsək, yenə o sonsuz ədədləri verəcək bizə. Mənfi sonsuzluqdan 3-ə qədər, amma 3 qapalı. Mənfi sonsuzluqdan 3-ə kimi. Deməli, bizim ifadəmizin, baxın, f x bərabərdir 3-ün üstündə qiymətlərimiz oldu mənfi sonsuzluqdan 3-ə qədər. Biz indi ucları yoxlamalıyıq ki, yəni uc nöqtələrdəki qiymətləri yoxlamalıyıq ki, ən böyük və ən kiçik hansıdır və aralıqda hansı qiymətləri alır. Uc nöqtələrimiz biri 3 üstü mənfi sonsuzluqdur. Biri də 3 üstü 3-dür. 3 üstü 3-ün qiyməti məlumdur ki, bu 27-dir və onu alır. Yəni 27 daxildir. İndi gəlin biz 3 üstü mənfi sonsuzluğu hesablayaq. 3 üstü mənfi sonsuzluq nə deməkdir? 1 bölünsün 3 üstü sonsuzluq. Bu da 1 bölünsün 3 üstü sonsuzluq nə deməkdir bəs? Yəni 3-ün üstündə sonsuz böyüyən ədədlər. Yəni 3 üstü 1, 3, 3 üstü 2, tutaq ki 9, 3 üstü 3, 27, 3 üstü 4, 81, 3 üstü 5, tutaq ki 243. Mən sırf natural ədədlər, yəni tam ədədlər verdim bura. Amma əslində orada istənilən ədədi qoymaq olar. Sadəcə rahat görə bilək deyə bunları verirəm. 3 üstü 5, 243, 3 üstü 6, 729 və s. Görürük ki, sonsuzluq yəni birdən böyük bütün ədədlərdir də, düzdürmü? Sıfırdan böyük daha doğrusu bütün ədədlərdir. Sıfırdan böyük ədədlər qoyduqca cavablar da böyüyür. Və sonsuzluğa doğru nə qədər böyük ədəd qoysaq, o qədər böyük cavab alınacaq. Deməli, 3 üstü sonsuzluq, sonsuzluqdur elə. Sonsuz böyüyən ədədlərdir. Biri də sonsuzluğa böləndə alınacaq 0. Niyə? Baxın, 1-i böldüm 2-yə, 0 onda 5 və yaxud da heç qiymətini hesablamadım. 1-i böldüm 3-ə, yəni sonsuz böyüyən ədədlərə, 1-i 4-ə, 5-ə, 6-ya, 7-yə get-gedə aldığımız cavablar 0-a daha yaxın olur. Heç vaxt 0 olmur, amma 0-a hədsiz dərəcədə yaxınlaşır. Ona görə də 1 bölünsün sonsuzluq 0-dır, amma 0-ın özü deyil də, yəni 0-a hədsiz yaxınlaşan ədədlərdir. Deməli, bizim funksiyamızın uc nöqtələrdəki qiymətləri 0, amma 0 açıqda və 27-dir. 27 isə qapalıda. Deyirdi ki, ən böyük və ən kiçik qiymətin cəmini tapın. Ən böyüyü 27-dir, ən kiçik tam qiyməti də 1-dir. Cəmləri də olacaq. 28 D variantı. 39-cu sual. Hansı ifadələrin mənası yoxdur? Biz bilirik ki, loqaritma A əsasdan B ifadəsində indeks 1-dən böyük olub, 0-dan fərqli olmalıdır. Əsas isə, daha doğrusu loqaritm altı ifadə isə 0-dan böyük şərtini ödəməlidir. Baxaq, variantları yoxlayaq. Hamısının indeksi, yəqin ki, burada da onluq əsaslandı, yəni loqaritma 10 əsaslandı. Hamısının indeksi 10 əsaslandı.
Deməli, hamısı bu şərti ödəyir. 1-dən böyük, 0-dan fərqlidir. Biz loqaritm altı ifadəyə baxmalıyıq və hansı 0-dan böyük deyilsə onu seçməliyik. Mənası olmayanını istəyir. Pi çıxaq 4. Pi təxminən 3,14-dür. 3,14-dən 4-ü çıxsaq mənfi ədəd olar. Loqaritm altı ifadə mənfi ola bilməz. Deməli, elə 1-in mənası yoxdur. Sinus 165 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə sinus müsbətdir. Mənası var. Kosinus 165 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə kosinus mənfidir. Ona görə bunun mənası yoxdur. 4 çıxılsın pi. Pi 3,14-dür. 4-dən 3,14 çıxanda müsbət ədəd alınır. Mənası var. Yalnız 4 dənədir. 4 dənədən ikisinin mənası olmadı. 1 və 3-ün. Cavab oldu C variantı. 40-cı sual. Loqaritma 10 əsasdan 2 bərabər A-ya, loqaritma 10 əsasdan 3 bərabərdir B olarsa, loqaritma 6 əsasdan 5-i A və B ilə ifadə edin. Demək, loqaritma 6 əsasdan 5 yazılıb. Yəni, biz bunu axtarırıq. Gəlin bunu parçalayaq. Yəni, tərsi ilə yazaq daha doğrusu. Birinci tərsi ilə yazaq, sonra parçalayaq. 1 bölünsün loqaritma 5 əsasdan 6 yazaq. Ya da belə də eləyə bilərdik. Elə birbaşa əsasını dəyişdirək, 10 əsasa gətirək. 10 əsasa gətirsək, olacaq loqaritma 10 əsasdan 5 bölünsün loqaritma 10 əsasdan 6. 10 əsasdan 5-in də əvəzinə belə yaza bilərik. Loqaritma 10 əsasdan 10 çıxılsın loqaritma 10 əsasdan 2. Aşağıda da 10 əsasdan 6-nın əvəzinə yazarıq. Loqaritma 10 əsasdan 2 üstə gəlsin loqaritma 10 əsasdan 3. İndi qiymətlərini qoyaq yerinə. 10 əsasdan 10 1-dir. 1 çıxaq. 10 əsasdan 2 A-dır. 1 çıxaq A bölünsün. 10 əsasdan 2 A üstə gəlsin. 10 əsasdan 3 də B. 1 çıxaq A bölünsün. A topla B. Cavab oldu Y variantı. 41-ə də baxaq. Loqaritma 3 əsasdan 6 A olarsa, loqaritma 4 əsasdan 18-i A ilə ifadə edin. Gəlin bunu da əsasını dəyişdirib 3 əsasına gətirək. Onda loqaritma 3 əsasdan 18 bölünsün, loqaritma 3 əsasdan 4 olacaq. Sonra surətdə deməli loqaritma 3 əsasdan 18-in əvəzinə yazaq. Loqaritma 3 əsasdan 3 üstə gəlsin loqaritma 3 əsasdan 6. Aşağıda da neyniyək? Deməli 3 əsasdan 4-dür. Məxrəci də yazaq. Deməli loqaritma 3 əsasdan 36 çıxılsın loqaritma 3 əsasdan 9 kimi. İndi loqaritma 3 əsasdan 3 1-dir. 1 üstə gəl loqaritma 3 əsasdan 6. Aşağıda 3 əsasdan 36 2 vurulsun loqaritma 3 əsasdan 6 deməkdir. Çünki 36 6-nın kvadratıdır. Kvadratı da qarşıya atanda olur 3 əsasdan 6. Çıxılsın loqaritma 3 əsasdan 9 da 2-dir. Demək, surətdə olacaq onda 1 topla 3 əsasdan 6 A-ya bərabərdir. 1 topla A. Məxrəcdə isə olacaq 2A çıxılsın 2. Cavab da B variantı.